Hər kəsə salam. Bu gün sizinlə uşaqlığımızın ən sevilən dadlarından birini, Anjelika və yaxud da kirpi pirojnası hazırlayırıq. Adı nə olursa olsun, ləzzəti eynidir. Hazırsınızsa başlayaq. Şirəsi üçün şəkər tozunu su ilə qaynayana kimi bişiririk. Qaynadıqdan sonra üzərinə limon əlavə edib 5 dəqiqədə bişirib ocaqdan götürürük. Biskviti üçün bir qaba yumurtaları, duzu, şəkər tozunu əlavə edib mikserlə ağarana qədər çırpırıq. Daha sonra südü və duru yağı da əlavə edib çırpıcı ilə qarışdırırıq. Sonda da unu ələyirik, üzərinə bir paket vanil və bir paket qabartma tozu da əlavə edirik. Xəmiri soba listinə töküb əvvəlcədən 180 dərəcəli isidilmiş sobada təxminən 20 dəqiqə ərzində bişiririk. Krem üçün yumşaq kərə yağını mikserlə ağarana qədər çırpırıq. Üzərinə bişmiş qatılaşdırılmış süd də əlavə edib kremimizi hazır edirik. Biskvitimiz artıq hazırdır. Onu tam soyudub daha sonra yumru forma ilə kəsirik. Artıq qalan kənarlarını da sonradan blenderla və yaxud da əlimizlə ovuntu hazırlayıb pirojnanın üzərini və kənarlarını bəzəmək üçün istifadə edəcəyik. Kəsdiyimiz dairələri də bıçaqla ortadan 2 hissəyə bölüb, daha sonra onların yalnız içəri tərəflərini əvvəlcədən hazırladığımız soyuq şərbətə batırırıq və bir hissəsinə krem çəkirik, digər hissəsi ilə də üzərini örtürük. Pirojnamızın kənarlarını və üzərini də kremləyib bol ovuntu ilə bəzəyirik. Və budur, möhtəşəm kirpi görüntüsü artıq hazırdır. Pirojnalarımızı bir neçə saat saxladıqdan sonra nuş edə bilərsiniz. Videomu bəyəndisə like etməyi və maraqlı reseptlər üçün səhifəmi izləməyi unutmayın. Hələlik.